100 illik məxfi qrifli test əməliyyatı, Sindikat 2. Dövlət düşmənlərini tək bir güllə atmadan öz əlləri ilə necə məhv etmək olar? Sizə bundan danışacağım. Elə bilirsiniz ki, hibrid müharibələrini və saxta təşkilatları müasir xüsusi xidmət orqanları uydurub? Qətiyyən yox. 1920-ci illərdə Sovet Lübyankası elə bir əməliyyat keçirdi ki, günümüzdə də ABŞ-ın CIA, Britaniyanın Mi-6 qurumlarında dərslik kimi tədris olunur. Hər şey 20 dekabr 1917-ci ildə SSR-nin əks inqilab və sabotajla mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının yaranması ilə başladı. İlk illərdə hüququn güc ilə təyin olunduğu bir dövr idi. Ümumrusiya Mərkəzi Komitəsinin sədri Mikhail Kalinin də bunu gizlətmirdi. Əvvəlcə silahlı mübarizə baş verir, sonra fövqəladə orqanlar gəlib yeni qaydaları güclə tətbiq edir. Yalnız hakimiyyətə heç bir təhlükə yaranmadıqda məhkəmələr işə düşürdü. Lakin vətəndaş müharibəsi səngidi. Qeyd olunan qurum 14 yanvar 1921-ci ildə sadə bir cəza dəstəsindən ibarət gizli bir beyin mərkəzi yaratdı. Bu idarəyə intellektual, bir neçə dil bilən və əməliyyat oyunlarının grossmeisteri Felix Dzerzhinski və Vyacheslav Menjinski rəhbərlik edirdi. Qurumun məqsədi çekistlər tərəfindən SSR daxilində saxta bir antisovet gizli təşkilatı yaratmaq idi. Qərbdəki, yəni Fransa, İngiltərədəki monarxistləri, xarici kəşfiyyatları, Moskvada bolşevikləri devirməyə hazır olan qüvvənin gözlədiyinə inandırmaq idi. Sidney Reilly, Britaniyanın Mi-6-sının super agenti, James Bond filminin baş obrazının prototipi, kod adı 007. 1925-ci ildə Sindikat 2 əməliyyatında Menjinskinin tələsinə düşərək SSR-yə gəldi. Həmən gün həbs olundu, Lübyankada istintaq edildi və Stalinin gizli əmri ilə Moskva ətrafında güllələndi. Əsas anti-bolşevik terrorçu Boris Savinkov Sindikat 2 əməliyyatı ilə Minskdə oteldə tələyə salındı. Məhkəmədə məğlubiyyətini etiraf etdi. 1925-ci ildə Lübyanka həbsxanasının 5-ci mərtəbəsinin pəncərəsindən atılaraq öldürüldü. General Kutepov və digər agentlər qərbdəki bütün antisovet mərkəzləri tamamilə aldadıldı. SSR-yə göndərilən milyonlarla dollar, silah və ən yaxşı casuslar birbaşa Rus kəşfiyyatının əlinə keçdi. John C. Reilly və Savinkov kimi kəşfiyyat kralları SSR-yə qalib kimi gəlmək istəyirdilər. Lakin Sovet Rusiyasının çekist beyni onları tək bir güllə atmadan öz ayaqları ilə Moskvaya gətirdi və tamamilə neytrallaşdıraraq məhv etdi.